Salam, hər vaxtınız xeyir olsun dostlar. Bu günləri mart ayının 8-i xanımlarımızın beynəlxalq 8 mart bayramıdır. Fürsətdən istifadə edərək Azərbaycanımızda və ölkəmizdən kənarda yaşayan xanımlarımızı, ana bacılarımızı, qardaş ölkəmiz olan Türkiyəmizin ana bacılarını hər birini təbrik edirəm. Allah hər birinə can sağlığı versin, bütün xanımlarımızı qorusun, 100 yaşasınlar, amma ailələrinin qədrini bilsinlər. Bəzi hallarda elə xanımlarımız var ki, həyat yoldaşlarını, beylərdən ərlərini incidirlər, əsəbləşdirirlər. Övladlarını ataya düşman edirlər ana. Ondan sonra övladları bir-birinə düşman edirlər və övladlarının ailəsini dağıdırlar, bərbad edirlər, məhv edirlər, övladlarını xoşbəxtlikdən məhrum edirlər. Bunu kimlər eləyir? Analar eləyir. Belə hallar var. Ona görə də elə Peyğəmbərimiz də buyurur ki, cənnət analar ayaq altındadır. Yəni atalar ayaq altında demir ki, analar ayaq altında deyib. Çünki Peyğəmbərimiz yetim uşaq olub. Belə deyək, atası Abdullah dünyasını dəyişəndən sonra, yəni ticarətçi olub. Babası Abdülmütəllim və əmisi Həmzə saxlayıb. Yəni ona görə də ata-ana məhəbbəti çox görməyib o insan. Yetim uşaq olub. Ona görə də Peyğəmbər buyurur ki, cənnət analar ayaq altındadır. Amma elə analar var ki, qəddarlıq eləyir. Həyat yoldaşını incidirlər, övladlarını incidirlər, bir-birinə düşmən edirlər. Elə analar ayaq altında cənnət olmaz. Ona görə də 5 gün yaşayıqsa, 5 gün kişi kimi yaşayaq, düzgün yaşayaq. Sağ olun, var olun. Allah hər birinizə can sağlığı versin, bütün analarımıza, bacılarımıza, qızlarımıza. Yəni həyatda düzgün yaşayaq ki, hesabat Allahın qarşısında hesabat imtahan verəndə üzümüz açıq olsun. Sağ olun, var olun.